Çox xoşum gəlir bu rəvayətdən. Deyir, ya Rəsulallah, mən namaz qılıram, oruç tuturam, amma nə namazıma etibarım var, nə də orucuma etibarım var. Amma bilmirəm, bu nə məsələdir ki, ürəyimdə sənə elə məhəbbət var ki, bəzi gecələr səbrim çatmır, gözləyirəm ki, səhər açılsın, gəlim səni görüm. Mənim aqibətim necə olacaq? Mən qorxuram. Əyri naqis namazla, orucla mən hara gedə bilərəm? Rəvayətin bu hissəsi mənim üçün çox maraqlıdır. Peyğəmbər dərhal cavab vermir ona. Çünki məsələ çox ciddi məsələdir. Peyğəmbər bəzi vaxtlar biri sual verərdi ona. Peyğəmbər dayanardı, bilir deyə cavabını. Amma başını salardı aşağı, biraz fikirləşərdi. Həm sual verən verdiyi sualının mahiyyətini başa düşsün, həm də qarşındakına hörmət verirdi ki, sənin sualın Peyğəmbəri fikirləşdirdi. Burada Peyğəmbər niyə dayanır? Çünki bunun qəlbi nigaran idi. Bu başa düşüb ki, mənim namazım da özümə kömək eləməyəcək, orucum da özümə kömək eləməyəcək. Çünki naqis damısı. Peyğəmbər biraz gözləyir, deyir ona namazın vaxtıdır, gedək namazımızı qılaq, cavab verəcəm sənə. Yəni bu nigarançılıqla qıldığı namaz çox mühüm namazdır. Biraz gözlədir. Namazdan sonra Peyğəmbər bu cümləni deyir ona. Deyir ki, əl-mər'u mə'ə mən ahəb. Hər kəs öz sevdiyi ilə birgə olacaq, narahat olma. Peyğəmbər gəldi, cavab verdi, ürəyini aram elədi. Ona görə rəvayətlərdə var ki, bir dəstə insan namaz qılırlar, oruç tuturlar, öz imanlarına görə cənnətə gedəcəklər. Bir dəstə insan namaz qılmırlar, oruç tutmurlar, amma namaz qılana, oruç tutana hörmət edirlər. Ürəklərindən məhəbbətlər olub, qəlbən sevgiləri olub. Hədis buyurur ki, onlar fürsət tapmasalar əgər namaz qılmağa, həyatən onlara imkan verməsə, bir dəstə insan imanlı insanları sevdikləri üçün cənnətə daxil olacaqlar. İmanlı insanları sevdikləri üçün.